أشهد أن محمدا رسول الله. حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح. الله أكبر الله أكبر. لا إله إلا الله. Bismillahirrahmanirrahim. Və salatu və salamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm təsliman kəsiran ilə yevmiddin əmmə bəd. Bugünkü qonağımız inşallah Ağali müəllimdən, Vüqar müəllimdir. Xoş gəlmişsiniz bizim rayona. Allah razı olsun, xoş günlərinizə gələk. Təşəkkür edirəm sizə. İnşallah bugünkü mövzumuz nə üçün, yəni insanlar rəhimli olan, rəzzaq olan, Allahdan uzaq düşürlər. Yəni buna səbəb nədir axı? Necə ki Allah Quran-ı Kərimdə buyurur ki, ey insan, səni kərim olan Rəbbinə qarşı çıxardan nədir? Zəhmət olmasa bu haqda danışarıq. Buyurun Ağam müəllim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrəfil ənbiya vəl mürsəlin. Əşhədü ən la ilahə illallah vəhdəhu lə şərikə ləh və əşhədü ənə Muhammədən abduhu və rasuluh. Mən də sizi salamlayıram və izləyicilər salamlayıram. Aleykumüssalam və rəhmətullahi və bərəkətü deyirəm həmçinin. Və Allah Teala həmçinin olsun bizləri bir araya gətirib və Uca Allahdan istəyirəm ki, məclisimizi xeyirli, bərəkətli, elm zikir məclislərindən yazsın və dinləyənlər üçün də xeyirli eləsin və onları dinləyib faydalananlardan və ən doğrusuna tabi olanlardan etsin. Və həqiqətən də çox təəccüblidir ki, Allah Teala insanı yaradıb və onu ən gözəl biçimdə yaradıb və onu bütün nemətlərlə nemətləndirib və sonunda isə insan azğınlıq eləyir. Və bu xüsusda Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşanda ki, ey Allahın Rasulü, günahların ən böyüyü hansıdır? Buyurur ki, Rəbbin səni yaratdığı harla ona ortaq qoşasan. Demədi ki, Rəbbini ortaq qoşasan. Dedi ki, Rəbbin səni yaratdığı halda. Yəni, birinci Allahın minnətin xatırladır. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizə olan bütün nimətlər Allahdandır. Evlad olsun, mal olsun, hidayət olsun, namuslu, şərəfli yaşamaq olsun. Hər bir nimət Allah Teala tərəfindən verilmişdir insana. Ona görə deyir ki, ən böyük günah odur ki, Rəbbin səni yaratdığı halda ona ortaq qoşasan. Yəni, bütün səni var edən, səni seçən, bu dünyaya gətirən, xəlq eləyən Allah Subhanahu Teala. Sənə göz verən, qulaq verən, dil verən, dodaq verən, düşüncə verən, qəlb verən, idrak verən Allah Teala'dır. Ona görə ən böyük zülüm, ən böyük günah insanı Allah yaratdığı halda o özü kimi məxluqları ona ortaq qoşmasıdır. Həmçinin az öncə oxuduğumuz ayətdə də Uca Allah Teala buyurur ki, Ya eyyuhəl insanı mə qarrəkə bi rabbikəl kərim. Ey insan, səni kərim olan Rəbbindən alıqoyan nədir? Kərim olan Rəbbin, niyə görə demədi ki, Rauf olan Rəbbin, Qafur olan Rəbbin, Rəhman olan Rəbbin? Dedik kərim olan. Kərim nədir? Bolluca ikram eləyən. Yəni Allah Teala sənin kərim olan Rəbbin sənə bolluca ikram eləyib. Az öncə sadaladığım nemətləri və yaxud da digər nemətləri sənə verib. Necə olur ki, səni Allah Teala yaradıb və bu qədər nemətləri sənə ikram eləyib, sən isə ondan uzaq düşmüsən. Və nəinki uzaq düşmüsən, özün kimi yaradılmışları ona ortaq qoşub, öz ehtiyaclarını onlara ərz edirsən və yaxud da başına bir nemət gələndə gedib oralarda qurban kəsirsən, oralarda nəzir niyaz paylayırsan və həqiqətən də bu insanın halı təəccüblüdür. Və insan əgər insaf göstərib, Allahın kitabına dönsə, Peyğəmbər sallallahu aleyhi ve sellem şərafətli sünnəsinə dönsə, görər ki, onun ibadətlərin, onun şükranlığını haqq eləyən yalnız və yalnız Allah Subhanahu Teala'dır. Ağam müəllim, bu insanlara müraciət edib dedikdə ki, yəni siz həqiqətən də Allaha doğru iman etmirsiniz. Və onlar deyirlər ki, biz yəni Allahı sevirik, Allaha iman edirik, amma baxırıq ki, ibadətlərində və yaxud hansısa bir ibadət əhkamı yerinə yetirərkən şirk edirlər. Məsələn, bu bizim dinimizdə şirkdir. Quran-ı Kərimdə Allah onun şirk olduğunu bildirib və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunun şirk olduğunu bildirib və bununla yanaşı o şirkləri tərk edirlər, amma Allaha imanı təsdiq edirlər və deyirlər ki, biz Allahı sevirik, Allaha iman edirik. Və belə insanlara nə cür yəni cavab vermək olar? Allaha olan sevgi sadəcə dillə, etirafla bitmir. O zaman ki, sahabələr dedilər ki, biz Allahı sevirik, Allah Teala onları imtihan etdi.
Və Uca Allah Teala Quran-ı Kərimdə ayə nazil etdi ki, "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullahu və yaghfir lakum zunubakum vallahu gafurur rahim." Allah Teala səhabələri imtahan etdi və bu ayə də bu günə qədər də imtahan ayəsi olaraq adlandırılır. Uca Allah Teala buyurur ki, de, yəni ey peyğəmbərim, ey sevimli elçim, de, kimə ətrafında olan və qiyamətə qədər bu dinin mənsublarına de. Əgər siz Allahı sevirsinizsə, mənə tabi olun. Yəni kimə peyğəmbərə? Allahı sevirsinizsə mənə tabi. Demək Allahı sevməyin imtahanı peyğəmbərə tabi olmaq. Dedi ki, əgər Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah Teala da sizi sevsin və günahlarınızı bağışlasın. Səmərəsi nədir? Şərtdir, Allahı sevirsinizsə. Şərtin cavabı nədir? Peyğəmbərə tabi olmaq. Səmərəsi nədir? Allah da sizi sevər və Allah Teala da günahlarınızı bağışlar. Həqiqətən də o qullarına qarşı bağışlayandır və rəhimlidir. Və biz hər hansı bir sözü söyləyiriksə, onun sübutunu da əməllərimizdə göstərməliyik. Ona görə iman nədir? İman, alimlər deyirlər ki, imanın tərifi odur ki, insan dillə desin, qəlbində təsdiq eləsin və əzaları ilə də onu göstərsin. İnsan qəlbində təvəkkül etməyi ilə yanaşı, əzalarında da onun təslimiyyəti ilə nə etməlidir? Göstərməlidir. Və bəli, sadəcə deməklə, yəni ki, kifayət deyil, ay qəlbim təmizdir, nədir? Ən qəlbi təmiz Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdir. Fiziki olaraq da onun qəlbi təmizdir. Çünki Allah Teala o uşaq ikən Cəbrail aleyhissalamı göndərir, qızıl teşlə, içində gətirdiyi zəmzəm suyu ilə onun köksünü yarır, çıxardır. Belə deyək, ürək əməliyyatı eləyir orada. O hər bir qəlbdə olan o qara ləkəni Cəbrail aleyhissalam çıxardır, o zəmzəmdə yuyur, qoyur yerinə. Ondan qəlbi təmiz kim ola bilər ki? Ancaq namaz qılmaqdan topuqları partlayırdı. Ayşə nəmizdir ki, Allahın Rasulü. Allah Teala sənin keçmiş günahlarını bağışlayıb, gələcək günahlarını bağışlayıb. Bu qədər niyə özü əziyyət versən? Deyir ki, Ayşə şükür edən bir qul olmayın mı? Yəni, madem ki, Allah Teala məni belə yaradır, mən əməllərimlə onu şükür edeyim də. Allah Teala hər adamı hidayəti, qəlb təmizliyi vermir ki, həqiqətən sənə veribsə, əgər dediyin doğrudursa ki, sənin qəlbin təmizliyi, qonşunun toyuğuna daş atmamsan filan bəsmə və onu əməllərində göstər. Əgər həqiqətən insanın qəlbi təmiz olsa, o ibadətlə onu göstərməlidir. Yəni, belə çıxır ki, tək Allahı sevirəm deməklə, yəni heç bir şey düzəlmir. Əsla. Yəni, Allahın səni sevməyini də, yəni belə deyək də, Allahdan tələb etməlisən və Allahın əmrlərini yerinə yetirməlisən. Bəli. Və Vüqar müəllim, bugünkü gündə məsələn biz yenə də bu cəmiyyətə deyirik ki, Allaha inanın. Onlar bizə irad olaraq deyirlər ki, siz imamlara inanmırsınız. Sizdə imamlara iman yoxdur. Və bunlar başa düşmürlər ki, yəni Allaha imam başqa bir şeydir, yəni imamlara iman başqa bir şeydir. Zəhmət olmasa bu vaxtda yəni fikrinizi bildirərsiniz. Bismillah, elhamdülillah, və salatu və selamu ala Rasulillah və ala alihi və sahbihi ecmaîn, amma ba'd. İlk öncə üzr xahiş edirəm, biraz naxoşam, biraz komfort olsun. Allah razı olsun, qonaq çağırdınız, dəvət eləmisiniz. Hər birini salamlayıram. Ümumiyyətlə bu insanlara İslamın əsaslarını birinci növbədə başa salmaq lazım. Yəni İslam dinində elhamdülillah biz bilirik ki, bəli, görkəmli şəxsiyyətlər var, salih insanlar var. Lakin bəzi insanlar elə bir Allaha ibadətlə başqalarına ibadəti səhv salırlar. Yəni bizdən tələb onu Allaha ibadət eləməkdir. Düzdürmü? Və İslamın da rükunları, imanı şərtləri var. Onlara əməl etmək, onları öyrənmək. O ki qaldı salihlərlə bağlı, bu tamam başqa bir mövzudur. Yəni bizə tələb olunan Allaha və Rəsuluna itaat etmək, Allaha ibadət edib, Allah və Rəsuluna itaat etmək, tabi olmaq və təbii ki, salihlərə də baxıb onlara örnək götürmək. Bir tək Peyğəmbər sallallahu aleyhi və səlləmdir ki, onun sözü hüccətdir, sözündə naqislik yox, eyb yoxdur, hüccətdir. Onun sözü qəbul olunur və onun sözündən biz əməl edirik və bizə də vacib onun sözünə itaat eləməkdir. Ondan qeyri olan salih insanlara gəlincə, biz Peyğəmbərlərdən danışırıq, o sən qeyd etdin salih insanlara. Biz onlara baxırıq, onların həyatına ibrət alırıq, onların gözəl kəlamlarından, kəlmələrindən baxıb ibrət alırıq. Haqqa müvafiq olanını götürürük, yəni hansı bir salih insan olursa olsun. Necə xəta edəndə o xətasını qəbul etməsəydi, lakin başımızın tacıdır. Yəni bəzi insanlar elə bilirlər ki, bizim müəyyən salihlərlə, məsələn, imamlar deyirlər, məsələn, Allah hamısından razı olsun, Peyğəmbər sallallahu əhli beytdən olsun, biz onlarla düşmənçiliyimiz yoxdur. Lakin bizdən tələb onu Allaha iman gətirməkdir. İmanın şərtlərində də, əsaslarında da, yəni imamlara iman gətirmək məsələsi yoxdur. Sən Quran-ı Kərimə və Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsini nəzərdən görərsən ki, imanın əsasları 6-dır, qardaş. Allaha iman gətirmək, mələklərinə, kitablarına, rəsullarına
Ahirət günü iman gətirmək, qədərin xeyrindən şərrindən iman gətirmək. Orada imamlarla bağlı bir şey yoxdur. Nə Quranda, nə sünnədə bunu tapa bilməzsən, səhih hədislərdə. Tapa bilməzsən. Bəli, biz onları sevirik, lakin itaət Allaha olmalıdır, ibadət Allaha olmalıdır. Çünki bu məxluqatı yaradan Allah deyilmi? Əgər Allah-u Teala yaradıbsa məxluqatı, özü də kitabında buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونِ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Bunu deyən Allah, deməli bizdən tələb edir ki, biz ona ibadət edək. Və həmçinin buyurur ki, Allah və atiyur Rasul, Allah'a və Rasul'a itaat edin. Rəsullara gəlincə bizdən tələb olunan Peyğəmbər sallallahu əleyhi və səlləm itaat eləmək, ibadət yox. Hətta peyğəmbərləri belə ibadət eləmək olmaz. Bizdən tələb onu itaat etməkdir. Bu insanlara ilk olaraq bax bunu öyrətmək, bunu aşılamaq lazımdır. Çünki Allahla yanaşı heç kəsə ibadət eləmək olmaz. Allah vallahi bunu qəbul eləmir. Həqiqətən Qurana baxsan görərsən ki, orada Allah'tan qeyrisinə ibadət olunmaq, məzəmmət olunub, adı da şirkdir. Və şirk də nədir? Allah'a şərik qoşmaqdır. Allaha aid olan xüsusiyyətləri Allah'tan qeyrisinə yönəltməkdir. Əgər yeri göy məxluqat yaradan Allah'dırsa, mən Allah'tan qeyrisinə niyə ibadət eləməliyəm ki? Əgər ruzi verən Allah'dırsa, dirildən də öldürən də Allah'dırsa, bax yağış yağır, görün nə gözəl mənzərə var. Bu yağışı yağdıran Allah'dırsa və yağış yağandan sonra o torpaq bar verir. Ruzi verən Allah'dır. Mən niyə görə Allah'tan qeyrisinə, imamlara, hətta peyğəmbərlərə niyə ibadət etməliyəm? Və biz Qurana nəzər getirsək, görərik ki, Allah-u Teala hətta bizdən əvvəlki qövmlər ki, Allah şərik qoşanda, onlara Allah Teala öz varlığını xatırladır. Öz rububiyyətini, yəni ruzi verməyini, yaratmağını və hamısı da bir ağızdan deyiblər ki, bəli. Onlardan soruşan desən ki, göyləri yeri kim yaratacaqlar? Allah. Hamısı buna etiqad edirdilər. Allah Teala buna niyə xatırladır onu? Onların bildiği bir halda. Bəli, soruşsan, Əbu Cəhəldən belə soruşsaydın Əbu Ləhəbdən, göyləri yeri kim yarattı? Deyəcək Allah. Ruzi verən kimini deyəcək Allah. Bildikləri halda Allah niyə xatırlatdı? İbadət tövhidini onlara vacib etmək üçün, bildirmək üçün, madem bunu qəbul edirsinizsə, deməli, siz tək olan Allaha ibadət eləməlisiniz. Bugün insanlara bax, bunu öyrətmək lazımdır. Buna da bizim şəriətdə indi bəzi terminləri insanlar gələ bilsinlər. Uluhiyyət tövhidi, yəni ibadət tövhidi deyilir bu. Yəni insan ibadəti yalnız Allaha etməli. Sən bilirsən ki, ruzi verən Allahdır. Düzdürmü? Niyə görə ruzini gedib başqa qapılarda axtarırlar? Məsələn, dərd, bəla, qəm, qüssə gələndə görürsən başqa-başqa qapılara gedir, ya pirlərə, ocaqlara, ya imamların qəbirlərinə. Halbuki özü də bilir ki, yaradan da dirildən də Allah. Bəs niyə gedirsən? Sorsan elə deyəcək. Deyəcək ki, bəli, yaradan Allah, dirildən Allah, ruzi verən Allah, xaliq olan Allah. Lakin bax, bu ibadət tövhidini başa düşmədiklərinə görə haqqı ilə. Bax, görürsən ki, öz ehtiyaclarını başqa-başqa qapılarda axtarırlar. Ona görə Allah Teala o əvvəlki qövmlərə, xüsusən də Qureyşə, bax, gör nə deyir? Qul ləzzin və amtum min dunihi fələ yəmlikunə kəşfəd-durri ankum və la təhvilə. Allah'tan qeyri ibadət etdikləri var, ki, onlar deyir Allah Teala. O güman edirsiniz ki, Allah'tan başqa ibadət etdikləri ilahlarınız var. Deyir, onları çağırın. Madem güman edirsiniz ki, hesab edirsiniz ki, Allah'tan başqa ilahlar var, onları çağırın. Onlardan heç biri nə zərəri dəf etməyə qadirdir, nə də başqasına yönətməyə. Bugün birinin başına bir müsibət bəla gələndə və ya bir mənfəət əldə etməksə görürsən ki, bəzən gedirlər ocaqlara, pirlərə qurban kəsirlər, qəbir sahibinə müraciət edirlər, çağırırlar, dua edirlər və ya bəziləri hətta falçıların, sehirbazların yanlarına gedirlər. Bəla üzünə bəla. Niyə görə? Çünki vallahi Allahı haqqı ilə tanımırlar. Allah haqqı ilə tanısaydılar, qəlblərində Allah qorxusu, Allah sevgisi, Allahın əzəməti, qüdrəti nə olduğunu bilsəydilər, səncə onlar hər şey qadir olan Allahı buraxıb da o acizlərin yanına gedərdilərmi? Vallahi o qəbirdə yatanlar belə özlərinə hal-hazırda kömək edə bilmirlər. Kimlər olursa olsun, nəinki imamlar, hətta peyğəmbərlər olsalar da belə. Onların belə həmcə həyatda belə, yaşadığı vaxtlarda belə Allaha ehtiyacı o qaldı dünyasını dəyişəndən sonra nə edə bilər ki? Bax, ona gedirəm ki, bizim bugün müsəlmanların halı niyə bərbad? Onlar öz dinlərindən o qədər cahildirlər ki, həqiqətlə batili ayırt edə bilmirlər. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmişə bax, döyüşlərə çıxanda görərsən, 2 dənə zireh geyinərdi. Əlinə qılınc alardı, qalxan alardı. Niyə? Döyüşdə bu olmasa, insan dünyası ölər, yəni həlak olar. Düşmən qarşısına silahsız çıxmağın aqibəti nədir? Bəllidir də qardaş.
Buna baxmayaraq Peyğəmbər sallallahu əleyhi və səlləm Allah tərəfindən göndərilmiş bir rəsul idi və risaləti axıra kimi çatdırılmalı idi. Çünki bu din sonuncu dindir və kamil dindir və çatdırılmalı idi. Buna baxmayaraq Allah Rəsulü sallallahu əleyhi və səlləm qılıncı əlinə alardı, neyzə də götürərdi, qalxandı, zehri paltar geyinərdi, Allaha təvəkkül edərdi. Və deyərdi ki, dəvəni bağla, sonra Allaha təvəkkül elə. Yəni kimsə dəvəsini boş-boşuna buraxmasın ki, Allaha təvəkkül edim, ot deyib elə heç də olan deyil. İtməz. Yox, itəcəksən, dəvəni bağla, sonra Allaha təvəkkül elə. Və bugün insanlar görsən, pənah apardılar yerlərdən başqa-başqa şeylərdir. Allaha qoyub başqa-başqa şeylərə təvəkkül edirlər, etimad edirlər. Sonra deyirlər ki, siz imamları sevmirsiniz. Biz elə onları sevdiyimizdən deyirik ki, onlara Allaha şərif qoşmayın. Və sizə olan rəhmətimizdən deyirik ki, vallahi qiyamət günü sizi inkar edəcəklər. Sizin etdiklərinizi vallahi qəbul etməyəcəklər. Açsınlar Quran-ı Kərimi, Allahdan neçə yerdə İsa'ya xitab edir, mələklərinə xitab edir ki, məgər siz demişsiniz ki, məni tərk edin, mələklərə, İsa'ya və anasına ibadət edin. Haşa, biz o sözü söyləməmişik. Sən də bilirsən biz o sözü söyləməmişik. Elə bizim onlar rəhmətindən ki, deyirik ki, siz o imamları Allah şərif qoşmaqla heç bir şey əldə edəməyəcəksiniz. Özqan müəllim, biz Əhl-i-Beyti sevirik və onları sevməklə Allaha yaxınlaşırıq və onları sevmək, yəni şəriətdəndir, dindəndir. Onlar bizim öndərlərdir. Onlara baxıb, onların həyatına baxıb biz ibrət götürürük. Yəni onlar bizim belə deyək də, rəhbərlərimizdir, öndərlərimizdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin yaxınlarıdır. Onları sevmək imandandır və biz onları sevirik. Amma Allaha aid olan hansı ki xüsusiyyətlər var, ibadətlər var, biz onları imamlara sərf etmirik. Yalnız Allaha sərf edirik. Hətta Allah Teala Peyğəmbərinə belə xitab edir ki, deyir ki, وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَإِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Sənə və səndən öncəki rəsulları belə vəhy etmişdik. Əgər Allah şərif qoşsan, əməllərin puç olar və qiyamət günü ziyan çəkənlərdən olarsa. Bunu Allah Teala kimə xitaben deyir? Ən sevimli bəndəsinə, Muhammed sallallahu aleyhi ve sellem. Bu söz ona deyilirsə, yəni şərif qoşsan əməllərin puç olarsa, o ki qaldı sən, mən, biz günahkar insanlar. Deməli, bugün insanlar bilməlidirlər, bax, din nədir, iman nədir, Allaha ibadət necə olur, Allaha iman gətirmək necə olur, bunu öyrənməlidirlər. Öyrənməyən də, gəl istər-istəməz Allahdan kerisən pənah var. Yəni, Allah qorxusu yox deyənə görsən, asilik edir. Amma Allah qorxusu olsa asilik etməz. Ahirətə iman zəifdir. Ahirətə iman zəif deyənə görsən, günahlar edir, cinayət törədir. Çünki deyir ki, mən yəni kimin qabağında haqq hesab verəcəm ki, o məhkəmədən qorxmur, o böyük məhkəmə. İnsan bəzən çəkinmədiyi bir şey olanda istər-istəməz günahlara meyl edir. Düzdür? Ona görə bunlar Allahı tanımadığı görə, Allahın qəblərində Allahı əzəmətləndirmədiklərinə görə, qardaşım, bunu görsən ki, Allahdan gecə yönəlir, Allahdan gecə pənah aparır, dua edir, yalba elə bilir ki, bütün dərdinin çarəsi o Allahdan gerisində olanlardır. Halbuki onları yaradan da Allahdır. Bəla müsibəti nazil edən də Allahdır, aradan qaldıran da Allah. Allah razı olsun. Bunu başa düşsələr, mən sizə əmin edirəm ki, bugün insanlar tövhidlə, tək bir Allaha ibadət etməklə xoşbəxt olarlar. Lakin Allah razı olsun. bunu hələ başa düşə bilmirlər. Ağa müəllim, yəni bizim cəmiyyətə baxdıqda həqiqətən görürük ki, yəni bu insanlar deyirlər ki, biz Allaha inanırıq, Peyğəmbərə inanırıq, yəni Quran-ı Kərimə inanırıq. Yəni, zahirən görürsən ki, bunlarda İslama qarşı yəni düşmənçilik yoxdur, həqiqətən. Əgər İslama qarşı düşmənçiliklər olsa, Peyğəmbər sallallahu aleyhi və səlləmi yalançı adlandırarlar, Quran-ı Kərimi belə deyək, əfsanə bir kitab adlandırarlar. Amma görürsən ki, həqiqətdə deyirlər biz Allaha inanırıq, Peyğəmbərə və Qurana inanırıq və bununla yanaşı şirk edirlər. Bununla yanaşı hansısa ocağa inanırlar, pirlərə inanırlar, Allah azza və cəllə xas olan ibadətləri Allahın ehtiyaclı qullarına yönəldirlər. Və bunların bu şirkə düşməyinin səbəbi nədir? Axı bunlar niyə bu şirkə düşüblər? Elmsizlik, cəhalət. Cəhalət. Çünki bildiyiniz kimi bunun belə dini tərəfi olduğu kimi bunun siyasi tərəfi də var. Siyasi tərəfi də ki, o vaxtlar 70 il Sovetin apardığı bir siyasət idi ki, Azərbaycanda olan alimləri, dinşünasları, ibadət edən, səmimi qəlbdən ibadət edən insanlar ya öldürdülər, ya həbs elədilər, ya da ki, sürgün elədilər. Və beləcə elm əhlin hansı ki, belə deyək, Sovetlər tərəfindən işğal olunmuş torpaqlarda, müstəmləkə altına alınmış torpaqlardan yox elədilər. Ondan sonra nə elədilər? Gətirdilər xurafatçı dindarları, onlara din əhli kimi təqdim elədilər. Və onlar özləri də azdır, necə hədisdə gəlib, başqalarını da azdırdılar.
Cahillik. Bu səbəbi cahillikdir. Çünki əgər bir adam ki Allahı sevir, Allah sevgisi iddiasındadır, din olaraq İslam iddiasındadır, Peyğəmbər olaraq Muhammed sallallahu aleyhi ve sellem'i Peyğəmbərliyin ispat eləməyindədir adam. Amma görürsən ki əməlləri daban-dabana İslam'a da ziddir, sünnəyə də ziddir, həmçinin də Quran-ı Kərimə, Allah Taala'nın kitabına da ziddir. Cahillik. Allah Taala Quran-ı Kərimdə bu kimi insanları zəlalət. Zəlalət ərəb dilində azmağa da deyilir, haqq yoldan azmağa da deyilir, yolu çaşan adama da deyilir. Ona görə Allah Taala bu əməl sahiblərini Quran-ı Kərimdə azğın adlandırır. Buyurur ki: "Və men adallu mimmen yed'u min dunillahi men la yestecibu lehu ila yevmil qiyam." Allah Taala buyurur ki, o kəsdən daha azmış azanlar çoxdur. Adam var yolunu azır, adam var evini azır, adam var nə bilim. Ən azğın insan hidayət yolundan azandır. Hidayət yolundan azanların da içində ən azğını, burada ismi tafdillə keçir də, ədallu, ən azğın insan. Kimdir? Allahdan qeyri, onu eşitməyənlərə dua edən insan. O kəsdən daha azğın kim ola bilər ki, qiyamətə qədər onu eşitməyən birisinə dua eləyir? Mütləqən gəlir. Mütləqən. Kim olursa olsun. İmamlar olsun, peyğəmbərlər olsun. Bir yaxları bu qar müəllimə sual verici. Yəni, insanlar imaməti qəbul eləməyi, yəni ki, sanki bir dinin əsası kimi qələmə verirlər. Bu özü də cəhalətin bir bariz bir belə deyək, əsəridir ki, bu günləri İslam cəmiyyətində biz bunu görür, şahid edirik. Qardaş, qəbul eləmək başqa, ibadət eləmək başqadır. Mən əgər bir kəsin varlığın və onun fəzilətini qəbul eləyirəmsə, mənim sorumluluğum bura qədərdir. Əgər mən onu artıq ibadət dərəcəsinə qaldırıramsa, bu artıq müşrikliyin ta kəndisidir. Yəni, artıq insan qəbul edilməsi vacib olan, sevilməsi vacib olan bir şəxsi, hansı ki, onların da ən üstü Muhammed sallallahu aleyhi ve sellem'dir ki, onun barədə Allah Teala Quran-ı Kərimdə buyurur ki, Qul innəmə ənə bəşərun mislukum yuhə iley. De ki, mən də sizin kimi bir bəşərəm, sadəcə mənə vəhiy gəlir. Və ennəmə ilahukum ilahu vahid. Sizin vahid olan ilahınız isə Allah Subhanahu Taala'dır. Hətta bundan ta o tərəfə nə misal çəkmək olar ki, Allah Taala öz sevimli peyğəmbərin Adəmdən Xatimə qədər ən üstün tutduğu insanı deyir ki, de, insanlar deyir, mən də sizin kimi bir bəşərəm. Yəni, mən də yaradılmışam, mən də yeyirəm, içirəm, təbii ehtiyaclarım var, doğulmuşam, mən də dünyaya evlad gətirirəm. Sizin kimi bir bəşərəm. Bir dənə fərq mənə vəhiy gəlməsidir. O da mənə haqq vermir ki, siz mənə ibadət edəsiniz. Ona görə ayənin davamında buyurur ki, sizin vahid olan ilahınız, məbudunuz Allah Subhanahu Taala'dır. وَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا. Əgər sizlərdən kim Allahla görüşəcəyinə güman eləyirsə, qoy salih əməllər etsin, Allah'a ibadət etsin və o etdiyi ibadətlərdə Allah heç kəsi şərik qoşmasın. Budur bizdən tələb olunan. Və azğınlığın özüdür ki, insan neynəsin? Onu eşitməyən birilərinə dua eləsin. Alim müəllim, həm də bu səbəb ola bilər ki, yəni bu özün dinə nisbət eləyən, yəni elm əhli insanlara Allahı yaxşı tanıtmayır. Məsələn, Allaha təvəkkül etmək, Allahdan məsələn ehtiyaclarını istəmək, Allaha yönəlmək, Allaha sığınmaq, Allahdan doğru yol istəmək. Ümumiyyətlə, bu cəmiyyətdə Allah haqqında çox az danışılır. Çünki bir uşaq vaxtı da görmüşük, məscidlərə getmişik, yəni qəlbimizdə Allaha iman olub, göyə yerə baxmışıq ki, bunu yaradan var, yəni o da Allah olduğunu bilmişik və məscidlərə getdiyimiz zaman ancaq bizlərə ədavət öyrədilib. İslam tarixində bəzi şəxslərin bir-birinə vuruşması öyrədilib. Tarixdə baş verən neqativ hadisələr təbliğ olunur. Allah haqqında danışılmır. Din pərdəsi altında. Yəni, sadəcə biz belə deyək də, Allahın belə deyək, sadəcə bizə Allah belə təqdim olunub ki, Allah belə deyək, sanki bir şəxsiyyətdir, belə deyək, bir ayın arxasında dayanıb. Yəni, bizə uşaq vaxtı belə öyrədilir. Məsələn, evdə məsələn, uşaqlara da deyirlər ki, Allah baba, Allahı məxluqa bənzədirlər və yaxud qəlbi o kişi ilə düz tut. Yəni, Allah Azza və Cəlləni bizə çox cılız təqdim edirlər. Bu da ola bilsin ki, səbəb olsun ki, insanlar belə deyək, Allahı bir kənara qoyub şəxsiyyətlərə üst tutsunlar. Yəni, bu da həqiqətən müsibətdir. Yəni, Allah Azza və Cəllə heç nəyə ehtiyacı yoxdur. Bütün məxluqatın ona ehtiyacı var. Heç nəyə ehtiyacı olmayıb, hər şeyi əlində olan Allahı tərk edib, məxluqatlara yönəlmək həqiqətən də Allah Azza və Cəlləni qəzəbləndirən ən bariz bir şeydir. Çünki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, mən hər bir şeyi bağışlayaram.
yalnız şirkdən başqa. Şirkdən başqa bəli. Allah şirki bağışlamayacaq. Əgər tövbə etmədən şirk üzərində bu dünyadan köçsən, Allah azza və cəllə şirki bağışlamayacaq. Buyurun Vüqar müəllim. Arada müdaxilə etmək. Buyurun Vüqar müəllim, buyurun. Ona görə bax, Qudsi hədisi Allah-u Teala nə deyir? Deyir ki, Adəm övladı məni söyür. Deyir ki, İsa Məsih Allahın oğludur. Halbuki biz bilirik ki, Allah-u Teala nə bir xanım, zövcə götürür, nə də ki, uşağı olur, düzdürmü? Lakin Allah-u Teala bunu nə adlandırdı? Özünə olan təhqiri şirk adlandırdı. Düzdür? Bir məni söyür, bu təhqirdir. Yəni, bugün nəfsanilərin elədiyi küfür ən böyük küfürlərdən biridir. Allaha övlad nisbət edirlər. Düzdürmü? Bu böyük bir küfürdür. Ona görə Allah Teala İxlas surəsini nazil edir. Qul huvallahu əhəd, Allahus samad. Həmçinin bu yanında sən bax, indi elə salihlərlə, məsələn, peyğəmbərlər ibadət eləmək olmaz, imamlara ibadət eləmək olmaz. Yəni, ibadət ayrı, itaət ayrı. Allah-u Teala nəsanilərə və onların yanında, fonunda bütün insanları xitab edərək, baxın, İsa əleyhissalam və annasını misal çəkir. Məl Məsih ibn Məryəmə illə rasulun qad xaləd min qablihir rusul və ummuhu sıddiqa. Allah Teala deyir ki, Maidə surəsində İsa Məsih, yəni rəsullardan bir rəsuldur. Ondan qabaq rəsullar gəlib getmiş. Anası da sadiq, doğru danışan qadınlardan biridir. Kana ya'kulani ta'am. Onlar yemək yeyirdilər. Bura kim deyanaq? Deyəsən, burada nə əlaqəsi var? Orada deyir ki, rəsuldur. Özündən öncə rəsullar gəlib gedib. Anası da sıddiqa, doğru danışan qadındır və hər ikisi yemək yeyirdilər. Sonra ayənin davamında Allah Teala buyurur ki: "Undur keyfe nubeyyinu lehumul ayat, thumma undur anna yufakun." Sonra bax ki, necə biz ayələrimizi onlara bəyan edirik və necə onlar haqq yoldan azırlar. Qul ata'budun min dunillahi ma la yemliku lekum darran və la naf'a. De, sizlərə bir zərər və xeyir verməyənlər ibadət mi edirsiniz? Vallahu huves-semi'ul alim. Allah eşidəndir və bilən. Yəni, nəsanlar və onların misində olanlar, Allahdan qeyzən dua edənlər, sizin ibadət etdikləriniz yeyirlər, içirlər, acizdirlər. Yemək içməyə nəyin əlamət edir? Acizliyin. Deməli, möhtacdır bu, düzdürmü? Nəyəsə möhtac olan birisi ibadətə layiq ola bilər. Allah Teala nəsanlərə onu dedi və bütün müşriklər dedi ki, sizin ibadət etdikləriniz özləri ehtiyac əhlidir. Lakin Allahın heç bir şeyə ehtiyac yoxdur. Qul huvallahu əhəd, Allahus saməd. Ya Allah təkdir, əs-saməddir. Əs-saməd nədir? Heç bir şey ehtiyacı olmayan, yemək yeməyən, içməyən, amma sizin ibadət etdiklərinizin ehtiyacları var. Ehtiyac sahiblərdirlər. Onlar bazara gedirlər, alış-veriş eləmək üçün. Allah Teala nə qədər yerdə Quran-Kərimdə rəsullardan bazara getməyini gətirir. Yəni onlar da bazara gedirsin ki, bir bəşərdir. Müəllim bəyə ayə gətirdi. Mən də bir bəşərəm. Lakin fərqi nədir? Mənə vəhy nazil olur. Deməli, ehtiyac sahibi, aciz olan birisi ibadətə layiq ola bilərmi? Xeyr. Bugün biz bu bütün insanlara deyirik ki, bugün sizin dua etdikləriniz, ibadət etdikləriniz, öz ehtiyaclarınızı onlara ərz edirsiniz, qəbirləri başında zəlil bir forma durursunuz, onlara ümid bəsləyirsiniz, rəğbətiniz var. Qorxursunuz ki, birdən nəsə səhv eləyərəm, bizdə o söz var, ki, pis danışma ağzın əyilər. O vaxt belə bir sözlər deyirlər bizdə. Məsələn, imamlardan, pirlərdən söhbət çədir, ehtiyatlı ol, ağzın əyilər. Bu qorxudur. Təsəvvür necə qorxurdular ölülərdən, aciz olanlardan. Allah Teala, yəni ona görə orada gətirir ki, onlar yemək yerdir, əlaqəsi var. Çünki ehtiyac sahibidir, ey nəsrani, ey onun yanında olan digər müşriklər, ehtiyac sahibləri heç bir şeyə qadir deyirlər. Dualarınızı eşitməzlər. Ehtiyaclarınızı cavab verə bilməzlər. Siz tək olan Allaha, sizi eşidən hər şey eşidir və sizin halında xəbərdar olan, bilən Allaha yönəlir. İsa heç nə eşitmir. Anası Məryəm heç bir şey eşitmir. Və digər o qəbirə yatanlar belə, imamlar olsun, hocalar, əfəndilər, övliya dedikləri olsun, vallahi heç bir şey eşitməzlər. Bu dünyadan xəbərləri yoxdur. Heç nə zaman diriləcəklər belə hiss eləyə bilməzlər. Belə olduğu halda niyə onlara ibadət edirsiniz, niyə dua edirsiniz, niyə pənah aparırsınız? Niyə ehtiyaclarınızı onlara ərz edirsiniz? Ona görə elə səbəb olaraq da necə ki, müəllim qeyd elədi. Allah razı olsun. Cəhalət, Allahın kitabından cahil olmaq, oxumamaq. Cahil olar da mənim gözəl qardaşım. Bir halda ki, Quranı parçaya büküb, şifanerin başında qoyan insan, o kitabdan necə alim olsun? Cahil qalacaq da. Halbuki o bir kitabları, riyaziyyat kitabını görmüşsən, əskiyə büküb, şkafa qoysun. Hala məktəbə get, kitab açıb oxuma, o müqəddəs kitab, o qalsın orada, get gəl.
və hər hansı bir digər elmi bir kitab olsun, fizika, kimya, coğraf, ədəbiyyat, bu kitabları oxumayaq. Deyək ki, hörmətli kitablardır. Gəlin bunlar bir parçaya bükək, ən yuxarı başda qoyaq. O uşaq kişi nə oldu bilməyəcək, vallahi bilməyəcək. Ha, bilməyəcək, tək ürəyin təmiz olsun. Ürəyin təmiz olmanın kifayət eləmir. Doğrudur. Allah Resulü ən təmiz qəbli idi sallallahu aleyhi ve sellem. Lakin vallahi müəllim demiş, ibadət etməkdən ayaqları, topları şişərdir. Və Ayşə anamız deyəndə ki, rəhmət olaraq da rəhm edir, pis olur. Yəni ki, bu qədər ibadət eləmədə, sən Allahın Rəsulusan, keçmiş gələcək günahların bağışlanır. Bir Allaha şükr edən qullardan olmayın mı? Və buradan bir mövzu çıxır ki, deməli Allaha şükrün ən böyük əlamətlərindən biri Allaha ibadət eləmək. Bugün ağız dolu, hamısı deyir Allah şükürlər olsun. Sənə şükürlər, bəziləri Allah sayıləsin, şərab qədəhini qaldan deyir, şükür Allaha bu günümüzə şükür içsin. Deyir, vallah belə şükür olmur. Allaha şükür günahlarla, asiliklərlə ödənmir. Allah şükür nə ilə olur? İnsan gəlir Allahdan həyalı olsun, həya etsin. Allah şükür ibadətləndir. Allahı tanımaqla, Allahı sevmək, Allahdan qorxmaq və Allaha ümid bəsləməklə. Doğru. Yoxsa günahların yanında Allaha şükürlər olsun, mənim də qəlbim təmizdir, mən kimə nə eləmişəm? Zaten bu insanlıq borcudur, sən kiməsə niyə nəsə eləməlisən ki? Doğru. Amma Allah yanında olan borcu hələ verməz. Halbuki səni yaşadan, səni tanıtdıran, səni hörmətli edən, 10 kişinin içində tanıyırlarsa, sənə hörmət edirlərsə, bunu edən kimdir? Allah səni qaldırır. Səni qaldıran Allah, məgər ibadətə layiq deyil. Səni ruziləndirən, sənə bədənində də afiyyət verən, ailəndə afiyyət verən Allah şükrə, yəni ibadətə layiq deyil. İnsanlara bax bu sözləri çatdırmaq lazımdır. Dəyərli qardaşlar. Çox sağ olun müəllim, Allah razı olsun, minnətdaram. Ağabey müəllim, qeyd etdiyiniz kimi, yəni Sovet rejimində, yəni insanları xurafata yönəltdilər və Allahdan qeyrisinə ibadətə yönəltdilər. Və müəyyən bir vaxtdan sonra Allah həmd olsun, tövhid neməti bizim cəmiyyətdə yayılmağa başladı. Və əlhəmdülillah sizin kimi qardaşlar insanları Allaha çağırır, yəni Allaha tövhidlə ibadət etməyə çağırır. Bu Allahdan böyük müvəffəqiyyətdir. Amma bununla yanaşı bəzi insanlar, hansı ki o insanlar elm əhli, insanları Allaha çağırır, o elm əhlinə qarşı belə deyək, qəlblərində bir nifrət yaranır. Yəni onlara qəribə ləqəblər qoşurlar, adlar qoşurlar ki, yəni o insanlardan uzaqlaşsınlar. Hətta o insanlar Allaha çağırmasın insanları. Hansı ki bizim insanları Allaha çağırmaqda məqsədimiz Allahın əmridir və Peyğəmbər sallallahu aleyhi və səlləmin əmridir. Və biz bilirik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu ümmət üçün ağlayıb. Yəni, həqiqətən ümmətim deyib ağlayıb. Yəni, bilirdi ki, zaman gələcək, ümməti Allahdan uzaqlaşacaq və başına müsibət gələcək. Və biz nə üçün, ağalı müəllim, insanları Allaha dəvət edirik və buna, belə deyək, biz niyə görə özümüzə problem yaradaq ki? Yəni, niyə görə biz insanlarla düşmən olaq ki? Biz sadəcə insanları Allaha çağırırıq. Və bu Allaha çağıranda bizim qarşımıza bəzi maneələr çıxır. Və buna səbəb nədir, zəhmət olmasa? Səbəb odur ki, Allah Subhanahu taala Quran-ı Kərimdə kiçik bir surə nazil eləyib. Quran-ı Kərimdə bilirsiniz, ən kiçik surə 3 ayətdən ibarətdir. Kövsər surəsidir, Asr surəsidir. Və həmin o surələr kiçik olmasına baxmayaraq böyük məna daşıyır. Həmin o surələrdən biri Asr surəsidir ki, İmam Şafii rahimehullah deyir ki, əgər təkcə bu surə ensi idi, bütün məxluqata bəs eləyərdi mənasına görə. Çünki mənası bütöv dini ehtiva eləyir. Uca Allah Teala buyurur ki, "Vəl asr", and olsun axşam çağına. "İnnel insane lefi xusr". Həqiqətən də insan xüsran içindədir. İstisnasız. And olsun axşam çağına. Allah Teala yaradıb yaratdığına and içir. O yaratdığının əzəmətini göstərmək üçün. İlla ki biz and içdikdə yalnız Allah'a and içməliyik. İnsan xüsran içindədir, istisnasız. Sonra Allah Teala 4 sinif insanı, 4 xislət sahibi olan insan, ki bu 4 xislətin 4'ü də insanda eyni vaxtda bir araya gəlməlidir ki, insan o xüsrandan çıxsın. İllellezine amenu və amilus salihat və təvasav bil haqq və təvasav bis sabr. O kəslərdən başqa ki, onlar iman gətirdilər, salih işlər gördülər, haqqı və səbri tövsiyə etdilər. Ona görə İmam Şafii deyir ki, bu surə ensidir, bütün insanlara bəs eləyərdir. Çünki insan mükəlləfdir, müxatabdır iman gətirməklə. Və o gətirdiyi imanla, iman biliyidir. Yəni ki, insanın bir şeyi bilməsi, onu təsdiq eləməsi. Ondan sonra gəlir ki, bilməkləri ilə yanaşı salih əməllər etmək. Bu artıq imanın gərəkdirdiyi bir vacib əməldir.
Və salih əməl etdikdən sonra artıq sənin üzərinə düşən növbəti və üçüncü vəzifə, o ikisindən də daha ağır vəzifə o yola çağırmaqdır. Və deyir ki, haqqı tövsiyə etmək. Və sonra gəlir ki, səbri tövsiyə edərlər. Və niyə görə? Çünki bu üç sifəti yaşamaq və bunu təbliğ eləmək səbri gərəktirir. Niyə görə? Çünki bunu eləyən elə bir peyğəmbər, elə bir övliya, elə bir dəvətçi, elə bir siddiq insan olmamışdır ki, o mübarizələrlə qarşılaşmasın. Bu sünnətullahdır. Bu böyük bir şərəfli vəzifədir. Çünki bu peyğəmbərlərin vəzifəsidir. Və sonra da o yolu gedən insanların vəzifəsidir. Və bu yolu gedən insanlar mütləqdir ki, peyğəmbərlərin başına gələn imtihanlarla onlar da imtihan olsun. Və haqqı deyən elə bir insan yoxdur ki, o çətinliklərlə qarşılaşmasın. Baxın, var salihlər, bir də var muslihlər. Salih özü-özünü islah eləyənə deyilir. Muslih isə ətrafındakiləri islah eləyənə deyilir. Salih insanı hər kəs sevir. Deyirlər ki, filan kəsin uşağı namaz qılandır. Maşallah görsən, başı aşağı gedir, gəlir. Heç kimin işi yoxdur. Amma uşaq başlasın həmin o kətdə, məhəllədə, şəhərdə, binada, başlasın ki, dəvət eləməyə, artıq başlayacaq ona cürbəcür böhtanlar atmağa, onda eyiblər axtarmağa. Niyə görə? Çünki artıq insanlara deyəcək ki, bu haramdır, bu vacibdir. Kim ki deyir ki, bu haramdır, bu vacibdir, ona düşmənlər olacaq. Həm cinlərdən, həmçində insanlardan. İnsanların xoşuna gəlmir. Və baxın, bu günləri Elşad Miri kimiləri niyə görə sevirlər? Və bəzi o həcciləri niyə görə sevirlər insanlar? Çünki onlar insanlara halal və haram təbliğ etmirlər. Onlar insanlara halal və halal təbliğ eləyirlər. Onlarda haram deyilən bir şey yoxdur. İbadətləri gözdən salırlar, ibadətləri aşağılayırlar, dinin ən böyük ayinlərin heçdən gəlirlər, görməzdən gəlirlər, əksinə məsxəriyə qoyurlar və haram olan şeylərə isə cürəbəcürə donlar geyindirib onu insanlara təbliğ edirlər. Yetər ki, dini təbliğatı, məsələn, hər hansı bir müğənni ilə və yaxud da rəqqası ilə eyni vaxtda çıxırlar, məsələn, eyni verilişdə. Hə, bəli, yəni onlar belə deyir, halalı haramlaşdırırlar, haramı halallaşdırırlar deyə onları hər kəs sevir, qəbul edir. Çünki insanlar nəfsinə uyğun danışırlar. Amma yox, insan deyəndə ki, bu halaldır, bu haramdır. Görsən, evin içində sənə qarşı düşmənçilik eləyirlər. Evin içində. Deyirlər, ay, nətər yəni biz toya gedməyək, nətər yəni biz filan iş eləməyək, nətər yəni banka girməyək, nətər yəni indi qonağımız gəlib bir dənə gətirib süfrəyə filan şey qoymayaq. Niyə görə? Ta ki, hidayət olana qədər, ta ki sən əzimkarlıqla və gözəl əxlaqla dini onlara öyrədənə qədər. Madəm ki, bu sənin evin içindən sənə hələ təzyiqlərlə başladısa, öz valideynlərindən, gəl gör ki, qıraqda cəmiyyətdə necə? Ləbud, cəmiyyət az öncə dedik ki, cahil bir cəmiyyətdir. Və haqqı deyən insan da bunu gözə almalıdır. Ona görə Musa Peyğəmbər dəvətə gedəndə dua elədi. Rabbi şrahli sadri və yəssirli əmri. Ey Rəbbim, mənim köksümü genişləndir və işimi asanlaşdır. Köksümü genişləndir nədir? Yəni o köksümü genişləndirgən ki, o təzyiqlərə dözə bilim mən. Hər şeyi ürəyimə ata bilim. Ora geniş bir ürək olsun ki, yerləşdirim ora atılan böhtanları, iftiraları, təzyiqləri, lağlağaları, məsxərələri ki, mən bu yoldan dönməyim. Baxın, dəvətçi insana atılan böhtanlar kimə atılır? Peyğəmbər sallallahu aleyhi və səlləmə atılan böhtanlar, verilən əziyyətlər kimə verilib ki? Heç kimə. Amma bu yolda neynədir? Axıra qədər getdi. Allah Teala da onun şənini ucaltdı. Çox sağ olun. Allah razı olsun. Amin. Allah. Vüqar müəllim, yəni bu insanlar deyirlər ki, sizə nə düşüb insanları Allaha çağırırsınız? Yəni sizə lazımdır, yəni insanları Allaha dəvət edəsiniz. Deyəsiniz ki, namaz qılın, oruç tutun, Allaha şirk qoşmayın. Yəni sizə nə düşüb? Nə səbəbdir? Nə vadar edirlər ki, siz Allaha dəvət edəsiniz? Sizə pul verirlər məyər? Məsələn, pul qarşılığında insanları Allaha çağırırsınız. Yəni belə bir fikir yaranır bu insanlarda. Yəni bunlara zəhmət olmasa bir aydınlıq gətirərdim. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, biz sizlər ümmətlər içərisində Allaha ən sevimli olan, ən xeyirli olan, ən fəxrli olan ümmətsiniz. Tabii o insanlar biləm ki, əgər siz ümmətdənsinizsə, baxın, Allah qatında bu ümmətin şəninə ən xeyirli, ən şərəfli, ən sevimli, ən fəxr olunan ümmət. Nəyə görə? Cavab sən verdiyin sualda. Allah da buyurur ki, kuntum xeyra ümmətin uxricət linnəs. Siz insanlar arasından çıxarılmış ən xeyirli ümmətsiniz. Tə'muruna bil ma'rufi və tənhauna anil munkari və tu'minuna billah. Siz yaxşılığı əmr edirsiniz. Münkər pis əməllərdən çəkindirirsiniz və Allaha iman gətirirsiniz. Deməli, bizə düşən budur ki, axı biz xeyirli ümmətiyik. Və bir kəsin xeyirli olması əlaməti nədir? İnsanlara yaxşılığı əmr edib, yaxşılığı yönəldib, yaxşı işlərə yönəldib, pis şeylərdən çəkindirmək deyilmi?
Belə bir bu halda, yəni bu iş bu yerdədirsə, biz nəyə görə bu möhtəşəm, bu gözəl bir vəzifəni icra eləməyək ki? Bu insanlara desən ki, ən hörmətli insanlar kimdir? Ağız dolu deyəcəklər ki, peyğəmbərlər, imamlar. Vallahi elə o peyğəmbərləri, imamların da gördüyü ən yaxşı iş insanlara haqqı çağırıb, haqqı tövsiyə edib, yaxşılığı öyrədib, yaxşı şeylər öyrədib, pis şeylərdən çəkindirmək olur da. Və biz də hədisdə olduğu kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki: "La yu'minu ahadukum hatta yuhibba li akhihi ma yuhibbu li nefsihi." Sizlərdən biriniz özünə istədiyini bir müsəlman qardaşa istəmədiksə kamil iman gətirmiş olmaz. Və biz də özümüz üçün nə istəyirik? Allahın rəhmətini, mərhəmətini, düzdürmü, razılığını, o möminlərə vəd etmiş olduğu cənnətini, o gözəl nur camalını seyr etmək istəyirik və sizə də bunu istəyirik. Əgər özümüzə istədiyimizi sizə istəməsək, kamil iman sahibi olmarıq. Və biz bu şeyləri özümüzə istədiyimiz kimi sizə də istəyirik. Və eləcə də bunun müqabilində o günahların, asiliklərin cəzası olan cəhənnəm odundan qorxduğumuz kimi, əzabdan qorxduğumuz kimi sizin üçün də o şeyləri qorxuruq. Yəni bu elə əslində onu göstərir ki, vallahi biz sizlərə qarşı rəhimli, mərhəmətliyik. Yoxsa belə sizin sözdən qalsa elə tərk edərəm özüm bir nə isə elə günə, mənə nə, düzdür? Bu da doğru deyil axı. Hətta dünyavi işlərdə belə bu doğru deyil. Görürsən, hər kəs çalışır ki, öz vəzifəsini haqqını icra eləsin. Müəllim məsələn dərsdə olanda, bax o insanlar öz övladlarını məktəbə göndərirlər. İndi onların hamısı oxumur ki, nadiz olanları var, düzdürmü? Amma müəllim görsə hamısı eyni rəftar edir. Yox, bu dərs hamıya aiddir. Elə qayıdıb sənin övladıma deyək ki, sənin övladına oxuyan çıxmaz, bunun başını buraxdım. Tur qıradanca dərsi buna keçib. O valideyn bunu qəbul eləyər, eləməz, düzdürmü? Deməli biz sizə xeyir istəyirik də. Yoxsa elə mən deyərdim ki, şəhədə düz deyirsən də, mənim nəyimə lazım, özün bilərsən. Mən öz ibadətim, öz ailəm, şükür Allah, hər şey normalsa, səndən mənə nə? Lakin xeyr, elə deyil. Əksinə, vallahi, bugün biz, ümumiyyətlə, bütün dəvətçilər, haqq əhli insanlar, qeyr istəyənlər, bu dəvət etməsələr, bax, elə bizim də onların da başına müsibət gəlir. Çünki necə bayaq ağalı müəllim dedi, var salihlər, özündə salih adam, var islah edənlər. Bugün islah edənlər olmasa, bəla müsibət gələndə salihlər də onun içində gedir. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur bir hədisində, İmam Tirmizdə keçir, əgər siz yaxşılığı əmr etməsəniz, pis şeylərdən çəkindirməsəniz, birisinin başına bəla gələr, müsibət və hamımızı əhatə eləyər, yəni möminlə qarışıq, fasiqi də, salihi hamısını. Bir bəla müsibət gələr və hamınızı əhatə edər və siz əllərinizi qaldırıb dua eləyərsiniz, Allah sizin duanıza cavab etməz. Niyə? Çünki islah edənlər yoxdur, düzəldənlər yoxdur. Bəli, salihlər ola bilər bir toplumda. Lakin bəla müsibət gəlsə hamısı gedəcək. Lakin islah edənlər olduqca Allahın bəla müsibəti gəlməyəcək. Necə ki, ayədə də keçsə Allah Teala nə deyir? Deyirsən, onları içində olduqca onlara Allah əzab verən deyil, onlar Allahdan bağışlanma dilədikcə Allah onlara əzab verən deyil. Onların içində Muhammed sallallahu aleyhi ve sellem var idi, dəvət edirdi, islah edirdi, Allah əzab göndərmir. O ki, insanlar dəvəti tərk etdilər, islahı tərk edəndə əlbəttə müsibət bəla gələcək. Biz həmçə sizin üçün də qorxuruq ki, birdən bəla müsibət gələcək, siz də biz də onun içində gedərik. Biz onları Allaha görə İslama çağırırıq, Allaha görə. Yəni mən nə mənim, nə qeyrilərinin İslam dəvətçisən, fərq yoxdur. Hər birimiz bir dəvətçiyik. Sən evində dəvətçisən, 5 ayə bilirsənsə, necə ki Allah Rasulü deyir, məndən bir ayə eşidin təbliğ edər. Qonşuya, qohuma çatdırıb, hər kəs öz bildiyi elmi səviyyəsində dəvət edir. Mən demirəm, hamı alimi eləsin. Lakin hər birimiz dəvətçi olmalıyıq da. Yəni bugün insan evinin için daha yaxşı bilir. Mən misal üçün və digərləri, biz qapı-qapı hamının evində dəvət aparıcı deyilik ki, düzdürmü? Ümumi dəvət edirik, tanıdıqlarımızı, tanımadıqlarımızı. Lakin hər birimiz dəvətçi, hər kəs evində, eşində, çöldə, qonum, işdə, yoldaşında, məktəbdə, orada, burada, çevrəsində insanları dəvət etməlidir. Hər birimiz dəvətçi. Bu dəvət sayəsində, vallahi, bizə qazanç da gəlmir, biz pul da almırıq və s. və ilə. Biz umduğumuz Allahın mükafatı. Peyğəmbərlər də bunu öz qövmlərinə deyirdilər. Yəni, biz sizi dəvət etməklə, sizin heç bir şey ummuruq. Biz yalnız Allahın rızası ummuruq. Bizim istəyimiz yalnız budur. Allahın razını qazanmaq. Və bugün, bəli, mənim başqa bir mənfəətim də var. Qoy onu da deyim. Əgər mənim əlimlə kimsə hidayət olunsa, onun etdiyi hər salih əməldə məndən savab var yoxsa yoxdur? Var. Bax, bəli, mən bunu da umuram. Məsələn, kimə sən namaz qılmağa getmirsən? Düzdür, qardaşım. Bu adam namaz qıldıqsa, sənə savab var yoxsa yoxdur? Oturmuşam evində, bax, elə əlimi qoymuşam başıma, belə fikirləşirəm.
Özüm üçün arzular, xəyallar, məsələn, oturmuşam nəsə evimdə. Hal-hazırda mən o savabı qazanmıram. Düzdür, belə fikirləşmə, nə savabı qazanıram? Oturmuşam da özüm üçün. Amma kimsə mən namaz qılmağı öyrətmişəm, oturub evində 2 rükət namaz qılır. Hə, Fərid qardaş. İndi mənə savab gəlir, yoxsa yox? Bəli, bax, mənim mənfəətim budur. Bəli, mən bugün kimə nəsə öyrədirəmsə, mənim qazancım budur. İnsan, yəni qəbrə gedəndə əməlləri kəslər, düzdürmü? Hər şey. Onunla yanaşı qəbrə kim gedər? Varı, dövləti, ailəsi, bir də əməlləri. İkisi qayıdır, əməllər qalır. Mənim umacağım budur. Mənim başqa mənfəətim nə ola bilər? Və insan da öləndən sonra bütün əməllər yanar, əməl dəftər yanar. Lakin hansı əməllərdən başqa? Faydalı elm qoyub gedən hələ qazanır. Sədəqa cəriyə. Nəsə bir yaxşı bir iş görüb, quyu qazdırıb, məscid tikib, nə bilim bir bağ-baxça salıb, insanlar meyvəsindən yer, ağacında kölgələnib, quşlar belə yeyəndə sədəq qazanırsan. Budur, ölünün qazancı. Bir də salih övlad qoyarsan. Ata-anası üçün doyudur. Bizim mənfəətimiz ancaq budur. Bu da hamısı uxravidir. Görərsən, dünyalıq bir şey yox. Hamısı ahirətlə bağlı mənfəətlər. Bəli, bizim umacağımız budur. Bəli, bizim sizdən əldə etdiyimiz mənfəət yalnız bundan ibarət. Çox sağ olun, müəllim. Bunu bilə-bilə biz sizi niyə dəvət etməyək, niyə xeyriyə getmək? Siz də bu ibadətin şirinliyini dadasınız, ləzzətini alasınız. Allah razı olsun. Ağa müəllim, sonda yəni zəhmət olmasa, yəni bu haqqda bir fikir bildirərdiniz. Yəni biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətin sevir. Bəli. Ümmətin cəhənnəm odundan xilas etmək istəyir. Bəli. Hətta döyüşlərin birində əlin qaldırır, Allah, mənim qövmüm bilmir. Yəni onları bağışla və yaxud onları doğru yola yönəlt. Yəni dedi ki, bunlar ölsə yeryüzündə sənə ibadət edən birisi qalmayacaq. Bəli, bəli. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətə qarşı bir şəfqəti var idi, bir rəhməti var idi, onlara mərhəmət edirdi. Hətta kafirlərə belə mərhəmət edirdi ki, onları cəhənnəm azabından xilas etsin. Və bəzən tövhüdə müxalif olan şəxslər bizi sanki xalqa bir düşmən kimi göstərirlər. Bunlar sizin düşməninizdir, yəni bunlar sizi azdırmağa gəlib, bunlar zəlalət əhlidir. Zəhmət olmasa bu haqda bir fikir bildirərdiniz və yekunlaşdırardınız. O düşmənçilik əslində bizim umurumuzda deyil. Niyə görə? Çünki biz elmlə danışırıq, bizim davamız elmləndir və cavabı da kimdən gəlirsə qoy elmlə gəlsin. Boş-boşuna avam danışan insanlar bizi maraqlandırmır. Və idə xatəbəhum cahiluna qalu salamə. Onları cahillər bir söz deyəndə onlar sadəcə salam deyib keçərlər. Baş qoşmur. O qoy desinlər, kommentlərdə cürbəcür sözlər yazırlar. İndi hər öz evində, ailəsində aldığı tərbiyəni ortaya qoyur hər yerdə. Elmi kimin cavabı varsa gəlsin, cavab versin. Başqa cür bizi maraqlandırmır. Amma o ki qaldı ki, bizim, bəli, biz necə dediniz, bizim qayəmiz insanlara şəfqətdir. Yoxsa mən də gedib başqa işlərimlə, ticarətimlə, işimlə, gücümlə məşğul olaram, maraqlandırmaz. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, sahabələrinə, mənimlə sizin misalınız, biz tonqal qalayan kişinin misalı kimidir ki, bir kişi tonqal yandırır və sonra həşəratlar gəlir o tonqalın işığına və orada da məhv olub yanıb gedirlər. Və deyir ki, mən də deyir, sizin uçuruma, zəlalətə getməyinizi görürəm və sizin yaxalarınızdan arxadan tutub çəkirəm və siz mənim əlimdən çıxıb qaçmaq istəyirsiniz. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətinə belə şəfqətlidir, qoymur ki, onlar oda getsinlər, oda düşsünlər. Və gözəl belə bir təmsil edir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Laqad ca'akum rasulun min anfusikum azizun alayhi ma anittum." Artıq sizin içinizdən sizə elə bir elçi gəlmişdir ki, sizin inatkarlığınız ona ağır gəlir. Sizin inatkarlığınız ona ağır gəlir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm görəndə ki, ümməti hidayət olmur, ümməti zəlalətə gedir, çətin gəlirdi. Və ona görə Kəhf surəsində Allah Teala buyurur ki, deyir, onların iman gətirmədiyinə görə sən özündə daralma. Bəxiyə gəlir oraya ki, sən özü qəlbi sıxırsan. Peyğəmbər sallallahu əleyhi və səlləm sıxılırdı. İnsanların zəlalətdə olmağı, insanların inatkarlıqda olmağı Peyğəmbər sallallahu əleyhi və səlləm ağır gəlirdi. Və bu da təbii ki, biz peyğəmbər ola bilmərik. Sadəcə biz onun yolundayıq. Və onun olan o şəfqətdən bizim də Allah Teala qəlbimizə qoyub. Biz də istəmirik ki, bizim həm yerlilərimiz, bizim soydaşlarımız, bizim dostlar, qohumlar, qonşular zəlalət üzərində yaşayıb və zəlalət üzərində ölsünlər. Yenə deyirəm, onun mənə bir isti soyuqluğu yoxdur. Sadəcə biz orada bu qalmən demişkən savab umuruq və Allah Teala'nın bizim boynumuza qoyan bir məsuliyyət ki, az da olsa bir şeylər öyrənmiş, onun zəkatı gəlib buradakı insanları öyrətməkdir. Necə zəngin insan malının zəkatını verir, elmli insan da öyrətdiyi o elmin azından çoxundan istəyir ki, ətrafındakı insanlara da öyrətsin.
Bizim də çalışdığımız odur. Yeganə tayfadır ki, Allaha çağıran tayfadır ki, özünə çağırmır. Hər kəs öz partiyasına, öz mənfəətinə, öz nə bilim ideologiyasına çağırır. Biz ancaq Allaha çağırırıq. Biz demirik ki, gəl mənə ibadət elə. Desəm, gəl mənə ibadət elə, gəl mənə səs ver, o başqa şey. Mən deyim ki, ged Allaha ibadət elə. Madəm ki, deyir, ged Allaha ibadət elə, mən səndən zaten heç şey istəmirəm ki. Mən deyim, ged Allaha ibadət elə. Deyir ki, mənim oğlumu niyə çəkimiz sonra? Biz sənin oğluna deməmişik ki, gəl mənə ibadət. Oğluna demişik, get səni yaradan Rəbbinə ibadət elə. Və get valideynlərinə yaxşılıq elə, qohumlarına yaxşılıq elə, oğurluq eləmə, sələm yemə, zinakarlıq eləmə, həsəd eləmə, saxtakar olma. Sənin oğluna biz nə öyrətmişik? Nə öyrətmişiksə sənin xeyrinədir. Allah razı olsun. Allah razı olsun. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm sizə. Bu qədər mən sizə təşəkkür edirəm. Allah razı olsun. Bu qədər. Subhanakallahumma bihamdik. Əşhədü en la ilahe illa ent. Estağfiruke və etûbü ileyk. Allah razı olsun. Cəzakumullah.